Ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş Azərbaycan həm də öz informasiya məkanının tam təhlükəsizliyini qorumaqda. Bu sferanın iştirakçılarının yerli qanunlar və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməsini təmin etməkdədir. Bu addımların əsas istiqamətlərindən biri də audiovizual media sahəsinin qanun çərçivəsində tənzimlənməsidir ki, bunu da müvafiq dövlət qurumları mütəmadi olaraq nəzarətdə saxlayır, lazımi addımlar atır. Bunun bariz nümunələrindən biri ölkədə pirat yolla yayımlar həyata keçirən pirat operatorların Audiovizual Şura və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə müraciəti əsasında məhkəmə qərarı ilə bloklanmasına başlamaq təcrübəsidir. Lakin görülən işlərə baxmayaraq bəzi yerli lisenziyalı operatorlar da bəzən pirat yayımlar həyata keçirir, retranslasiya etdikləri kanalları müvafiq müqavilə və ya razılıq sənədi olmadan yayımlayır. Bununla da media haqqında qanunu və müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanununu pozurlar. Audiovizual Şura keçən ilin noyabr ayından indiyədək bununla bağlı mütəmadi monitorinqlər aparıb. Nəticədə qeyri-qanuni yayımlar həyata keçirən 20-dən artıq operatorun hər biri 5000 manat məbləğində cərimələnib. Azərbaycan ərazisində rəsmi müqaviləsi olmadan qeyri-qanuni yayımlanan Match TV kanallarının da iyun ayının birindən bu səbəbdən qanuni fəaliyyət göstərən lisenziyalı yerli operatorlar tərəfindən yayımlanmaması təmin olunub. Çünki həmin kanallar vasitəsilə qeyri-qanuni yayımlanan müxtəlif idman yarışlarının lisenziyalı yayım hüquqları Azərbaycanda yalnız İdman TV, CBC Sport, İTV, Sport TV, TVNet Sport, Setanta Sports kanallarına məxsusdur. Match TV kanalları isə bu yarışların yayım hüququnu yalnız Rusiya ərazisi üçün əldə edib və o ölkənin ərazisində yayımlana bilər. Eyni qayda ilə İdman TV, CBC Sport, İTV, Sport TV, TVNet Sport kanalları yayım hüquqlarını Azərbaycan ərazisi üçün əldə etdiklərinə görə həmin yarışları Rusiya və ya digər ölkələrdə yayımlaya bilməz. Bu səbəbdən də Azərbaycan Respublikası ərazisində belə yayımlar buna rəsmi icazəsi olan kanallar vasitəsilə həyata keçirilməlidir ki, həm qanunun aliliyi təmin edilməklə dövlətin informasiya təhlükəsizliyi qorunsun, həm də Azərbaycan tamaşaçısı rəsmi yayımlanan kanallar vasitəsilə davamlı, keyfiyyətli kontent izləyə bilsin. Bir daha vurğulayaq ki, pirat yayımlarla məşğul olanlar, eləcə də pirat yayımların satışını həyata keçirənlər ölkənin media bazarında mövcud iqtisadi sabitliyi təhdid edir. Deməli, pirat retranslasiya həm də iqtisadi müstəvidə ciddi təhlükə yaradır. Nəticədə qanuni yayımçı, yəni lisenziyası olan və yayım hüququna malik media subyektləri maddi itkiyə məruz qalır. Belə olan halda ədalətli rəqabətdən təbii ki, söhbət belə gedə bilməz. Fəsadlar yalnız iqtisadi məzmunla məhdudlaşmır. Vətəndaşın informasiyaya etibarlılıq meyarı da zəifləyir. Bu isə kütləvi informasiya vasitələrinin auditoriya qarşısında əhəmiyyət, rol və statusunu ciddi təhdid edir. Pirat kanallar necə retranslasiya edilir? Audiovizual Şura qeyd etdiyimiz kimi lisenziyalı fəaliyyət göstərən rəsmi operatorlarında pirat kanalları yayımlamasının qarşısını almaq üçün ciddi iş aparır. Amma çox təəssüf ki, qeyri-qanuni fəaliyyət göstərən pirat operatorlar bloklanmadan yayınmaq üçün bəzi texniki məqamlardan istifadə edərək internet üzərindən elan saytlarında və ya sosial şəbəkələrdə reklamlar yerləşdirir, oğurluq yayım çığırları, qaçaqmalçı gedişlərə əl atırlar. Bununla da qanunsuz fəaliyyət göstərən qadağan olunmuş pirat operatorların qeyri-qanuni satışlarını həyata keçirməkdə davam edirlər. Hətta bəzi sahibkarlar da fəaliyyət göstərdikləri ticarət obyektlərində belə pirat operatorların xidmətinin satışlarını təşkil edir. Bununla da məhkəmə qərarlarının icrasını yerinə yetirməmək kimi qanun pozuntusuna qurşanırlar. Real TV pirat operatoru xidmətini satanları belə ifşa etdi. Paketi IPTV Usulla bizdən alır. Kafelərə, publara, lanzlara illik 150 manata pub rahatlıqla satırlar. Çünki çox keyfiyyətlidir. Yəni biz bunu özümüz birbaşa serverin özündən aldığımıza görə münasib alırıq, münasib də satırıq. Amma bizdən alıb satanlar çox baha satırlar və həqiqətən də o qiymətə dəyən serverdir, paketdir. 24 saat testi isə ödənişsizdir.
Pirat operatorlar qanunun tələblərini pozmaqla yanaşı digər şəxsləri də bu qanunsuzluğa təşviq edir. Yaşayış obyektlərində ölkəmizdə yayımına rəsmi icazəsi olmayan və kommersiya obyektlərində bu yayımların həyata keçirilməsi haqda hüquqi sahibi ilə bağlanmış rəsmi lisenziya müqaviləsi olmadan kanalların yayımının həyata keçirilməsi sahibkarları da məsuliyyət sahibinə çevirir. Bu hal isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165-ci, yəni müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma maddəsi ilə tənzimlənir. Bəs pirat kanallar bu prosesi necə həyata keçirir? Əvvəla qeyd edək ki, pirat operatorların bu dırnaqarası xidməti onlayn satış kanallarında və sosial şəbəkələrdə reklam edilir. İstehlakçı münasib məbləğ qarşılığında mindən çox kanalı izləmə imkanına sahib ola biləcəyi ilə prosesə təhrik edilir. Necə qoşula bilərik? Smart televizora gedir də, düzdür? Bəli, var. SSIP TV proqramı varsa, yoxdursa yazın Adım Play Marketindən. Varsa şeyə verin mənə, orada kod var. O kodu verin mənə, mən vastanat edim, istifadə edim. Kodu deməli sizə göndərməliyəm. Kodu bir də mənə deyirsiniz, özüm nizamlayıram, refresh edirsiniz, baxırsınız. Onu verdiniz, mən avratla özüm girib özüm nizamlayıram da, televizora giriş əldə edirəm. Sonra edirəm. Siz bir dəfə göstərəcəm, orada bir düymə var. Bir düyməni sıxmağına hazır. Bir illik istifadə edə bilirsiniz. Pirat operatorların qanuna zidd addımları bununla da yekunlaşmır. Sıra gəlir ödəniş mərhələsinə. Bəs ödənişi necə eləməliyik? Kartla, oturmuşsunuz evinizdə, kart edirsiniz, qutarıcı. Pirat operatorlar dırnaqarası xidmətlərin haqqını vergidən yayınaraq əldə edirlər. Telefon zəngindən sonra sıra gəlir prosesin icrasına və budur. Operator qısa zamanda televizora yayımı qadağan olan kanalları yükləmək üçün gedişatı izah edir. Müvafiq proqram vasitəsilə yeni hesab yaradılır. İstifadəçi adı və şifrə pirat yayıma yol açan operatorlar tərəfindən tərtib edilir. Multiplex və platforma operatorlarının retranslasiya paketlərindən çıxarılmış və yayımı qadağan edilmiş kanalların adlarını bu siyahıda görmək isə düzünü desəm təəccüblü olmadı. Təklif olunan xidmətin vəd edilən keyfiyyətdə olmadığı isə ayrıca bir müzakirə mövzusudur. Beləliklə, apardığımız bu araşdırmanın nəticəsini təqdim edərək vergi və hüquq mühafizə orqanlarımızdan belə qeyri-qanuni fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə bağlı tədbirlər görmələrini xahiş edərdik. Bu addımlar qanunlarımızı pozaraq informasiya təhlükəsizliyimizə təhdid yaradan işbazların qeyri-qanuni fəaliyyətinə tam son qoyardı. Ərazi bütövlüyü və dövlət suverenliyini tam təmin etmiş Azərbaycanın mövcud qlobal çağırışların təhdid və təzyiqləri qarşısında, o cümlədən teleməkanımıza təhlükə doğuran ünsürlərlə mübarizədə də bütün səviyyələrdə səfərbər olması məsuliyyət və vicdan məsələsidir. Zeynəb Mirzəyeva, Arif Zeynalov, Real.